Hər sağınız aydın olsun, əziz izləyicilər. Ağsaqqal sözü verilişinin növbəti sayında hər birinizi xoş gördük. Ekran qarşısında əyləşən izləyicilərimiz üçün bildirim ki, bugünkü verilişimizi Quba rayon Küpsal İnzibati Ərazi Dairəsindən hazırlamışıq. Auditoriyamızda elə bu İnzibati Ərazi Dairəsinə daxil olan kəndlərin sakinləridir. Verilişimizin qonaqları Quba rayon Ağsaqqallar Şurasının üzvü, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri, şair, publisist Ramiz Qusarçaylı, Quba rayon Mərkəzi Xəstəxanasının psixi sağlamlıq bölməsinin müdiri Şahbaba Vahabzadə və Küpsal İnzibati Ərazi Dairəsinin icra nümayəndəsi Kazım Beykəsovdur. Sizi də salamlayıram. Bugünkü verilişimizin mövzusu gəncləri zərərli vərdişdən qorumağın yollarıdır. Sağlamlıq insana doğuşdan bəxş edilir. Ancaq onu ömür boyu qorumaq üçün erkən yaşlardan ta qocalığa qədər orqanizmimizin möhkəmlənməsinə diqqət yetirməmiz lazımdır. Əgər erkən yaşlarda uşağın sağlamlığı əsasən ailənin həyat tərzindən asılı olursa, yeniyetməlik və gənclik dövründə bu artıq onu əhatə edən mühitdən asılıdır. Siqaret, alkoqol və narkotik kimi zərərli vərdişlər adətən uşaq və erkən yaşlarında böyükləri yamsılama nəticəsində baş verir. Bu vərdişlər qısa müddətdə asılılıq səviyyəsinə çatır və sonraki illərdə daha böyük problemlər yaradır. Ramiz müəllim, sizinlə başlayaq. Sizcə gənc nəsillərdə pis vərdişlərə meyllənmə halları böyüklərə yamsılamadan başqa daha nə ilə bağlıdır? Pis vərdişlər deyəndə tütün məhsullarından istifadə, alkoqola, narkotikə meyllənmək, onların fəsadlarını təkcə özü yaşamır ki, özündə yaşadıb bizim qüdrətli Azərbaycanımızın gələcəyinə, bizim inkişafımıza, dünya səviyyəsində nüfuzun artmasına xələl gətirən vərdişlərə çevrilir. Bu da təbii ki, yol verilməzdir. Mən həmişə düşünmüşəm ki, ailə böyük institutdur, ailə böyük tərbiyə mənbəyidir. İnsan ilk dəfə dünyaya gələndən onun tərbiyəsi elə qurulmalıdır ki, nəinki pis vərdişlər, ondan əvvəl bizim mənəvi vərdişlərimiz var, adət-ənənələrimiz var, bizim dədə-babamızdan bizə gələn miras var. Biz ailə tərbiyəsindən elə çıxmalıyıq ki, məktəbə hazır getməliyik. Məktəbdə artıq biz istedadımızla, yaradıcı qabiliyyətimizlə sınaqlar var, elmi olimpiyadalar var, o tədbirlər var. Onlara yönəlik olan biz sağlam yolu getməyə bacarmalıyıq. Və eyni zamanda tütün məhsullarla bərabər alkoqolun da, narkotikanın da vurduğu zərərlər nəinki bir ölkəyə, bütün bəşəriyyətə ziyan verir. Gəncliyimizi gənc yaşlarından, yeniyetmə yaşlarından qorumağı bacarmalıyıq. Çünki bizim Azərbaycanın uğurları, inkişafı gəncliyin çiyindədir. Onun da təbii ki, pis vərdişlərdə uzaq olaraq asudə vaxtların düzgün bölüşdürülməsi, milli dəyərlərin əxs olunması, bizim qalib Azərbaycanın qazilərimizin, ruhları göylərdə mələklərlə uçuşan şəhidlərimizin göstərdiyi örnəklərdən qidalanaraq və ən böyük zahirən görünmür, ancaq fəsadlar böyük olur. Mənfi və zərərli dini qurumların zərərli cəryanlarından uzaq olmağı bacarmaq. Ümumiyyətlə, insana sağlam nə lazımsa, onlara yiyələnib, o vərdişlərdən uzaq durmağa və onları yola gətirməyə həm gənclər özünün, həm də bizim içində böyük bir missiya düşür. Mən əminəm ki, biz bu tədbirlərlə bu istiqamətdə nəsə bir iş görə bilirik. Çox sağ olun, Ramiz müəllim. Şahbaba və sizlə davam edək. Avropada gənclərin 40% elektron siqaretdən istifadə edir və onlar elə düşünürlər ki, elektron siqaretdən istifadə eləməklə adi siqareti tərk edə biləcəklər. Amma statistika onun tam əksini söyləyir. Belə ki, elektron siqaretin buxarı insanlarda ürək, damar və onkoloji xəstəliklərə səbəb olur. Bir peşəkar kimi buna münasibətinizi bilmək istəyərdim. Nəinki Avropada, artıq bizim ölkədə də elektron siqaret güclü şəkildə yayılıb. O elektron siqaretlərin reklamı hədsiz formada olub. Artıq dünyanın 41 ölkəsində 2021-ci ildə elektron siqaretə qadağa qoyulub.
Hətta Norveç kimi, Danimarka kimi ölkələrdə də qadağandır. Bəzi Türkiyə və Qazaxıstanda bu dini olaraq haram hesab olunur. Lakin nə qədər də qadağan reklamlarına artıq qadağan qoyulsa və istifadəsinə qadağan qoyulsa da, elektron siqaretlər hal-hazırda gənclər tərəfindən aktiv istifadə olunur. Elektron siqaretin digər siqaretlərdən fərqi odur ki, tərkibində təkcə olaraq tütün yoxdur, nikotin olaraq var. Onların xüsusi aerozol və dadlandırıcılar qatılır və yağlar glisin vasitəsilə tənəffüslərə, ağciyərlərə və bütün orqanlara yayılır. Əslində qalsa, yəni elektron siqaretlər reklam xatirinə deyilmir, heç yerdə də qeyd olunmur. Zərəri 10-30% arası adi siqaretlərdən daha çoxdur. Son tədqiqatlar göstərir ki, hətta Azərbaycanda da 2019-cu ildə gənclər arasında 0,2%, 20-44 yaşlı insanlar arasındasa 13,6% istifadə edənlər var. Bir il sonraki təcrübəsi göstərir ki, gənclər arasında bu 0,3%, 20-44 yaşlı insanlar arasındasa artıq 26,7%-dir. Yəni bir il ərzində statistika arta-arta gedir. Və təbiidir ki, elektron siqaret və yaxud da tütün məmulatlarının hər biri zərərli vərdişdir. Bunların yaratdığı fəsadlar insanda ağciyər xəstəlikləri yaradır və onkoloji xəstəlikləri yaradır, ürək tıxanmaları yaradır. Fərqi yoxdur, elektron və ya tütün hər hansı bir zərərli vərdiş tək özümüzə deyil, ətrafımıza da zərər vurur. İnsanlar düşünürlər ki, bu əslində qalsa zərərsizdir, amma elektron siqaret daha zərərlidir və bu günləri onların tərkibində olan 40-dan çox zərərli kimyəvi maddə var. Çalışaq ki, gəncliyimizi, məktəblilərimizi, gələcəyimizi bu bəlalı vərdişdən, bu bəlalı zərərdən qoruyaq. Çünki bizə sağlam gənc, sağlam Azərbaycan, sağlam gələcək lazımdır. Çox sağ olun, doktor. Ramazan, Beynəlxalq Əmək Təşkilatının son hesabatına əsasən hazırda dünyada 100 milyona yaxın yeniyetmə və ya erkən gənclik dövrünü yaşayan şəxslər təhsil almaq və məktəbə getmək hüququndan məhrumdular. Bax, bütün bunlar gəncləri zərərli vərdişlərə meylləndirən əsas faktorlar sırasındadır. Bunun qarşısını necə almaq olar? Bizim gəncliyi, yeniyetmələri pis vərdişlərdən uzaqlaşdırmağın bir yolu da bizim ailə içində olan tərbiyədən, onlara münasibətdən irəli gəlir. Bu da ailə, sağlam ailədə sağlam ruhlar, sağlam ailədə sağlam uşaqlar yetişər. Sağlam ailə olmaq üçün də gərək həm nikahlara fikir verəsən, erkən nikahlar olmamalıdır, qohum nikahlarından uzaqlaşdırılmalıdır, boşanmaların qarşısı alınmalıdır, söz söhbətsiz el olmaz, söz söhbətsiz ev olmaz. Harada insan varsa səhv də olur, ancaq bu səhvlər kobud şəkildə qabardılaraq boşanmaları gətirib çıxarılmalı deyil. Niyə görə? Boşanma zamanı uşaqların özləri də zədəli böyüyürlər, nəzarətdən uzaq olurlar. Nəzarətdən uzaq olan uşaqlar da təbii ki, həm daxilən mənəvi əzab çəkdiyi üçün, həm də ətrafda nə qədər o siqaretə meyilli, alkoqola meyilli gənclər var da, istər-istəməz onların əhatəsinə düşür və bir də görürsən ki, az yaşlı bir uşaq əməlli başlayır siqaret çəkməyə və digər pis vərdişlərə yönəlməyə. Bunlar hamısının qarşısı alınmalıdır. Alınmaq üçün də biz özümüzü, elimizi, obamızı, cəmiyyətimizi sağlam insanlara, vətənə, torpağa, hətta bir təbiətin bir canlısına da işıq verən, sağlam ruh verən, elmi düşüncələrə malik olan, dünyada bugün inkişaf edən texnologiyalardan baş çıxararaq onları tətbiq edən bir gənclik yaratmağa biz hamımız borcluyuq. Ona görə də elm, təlim, tərbiyə, mənəvi dəyərlər harada olmalıdır? Öndə olmalıdır. Biz də onun içində bütün arzularımızı, niyyətimizi, məramımızı ona uyğunlaşdırmalıyıq. Çox sağ olun, Ramiz müəllim. Demək, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya ölkələrinin sonunda ən çox rast gəlinən və ən çox ölümə gətirib çıxaran səbəblər arasında ilk sırada ağciyər xərçəngi durur. Hər il dünyada bu xəstəlikdən təqribən 1.600.000-dən artıq insan həyatını itirir. Çox təəssüf ki, Azərbaycanda da bu rəqəmlər kiçik deyil və hətta artan templə gedir.
Şahbaba həkim, bax bir psixoloq kimi gənc nəsli bu xəstəlikdən necə qoruya bilərik? Bənzəmək istəyi, özünü təsdiq istəyi gənclərdə zərərli vərdişlərə yol açır və onlar fərqində olmadan belə deyək də özlərini yetişkin göstərməkdən ötürü bu vərdişə yönəlirlər. Və hətta biz bəzi tədqiqatlar göstərir, hamilə qadınlarımız da elektron siqaretdən istifadə edir. Bu bətindaxili dölün zədələnməsinə, vaxtından əvvəl doğuşun olmasına və yaxud da ana bətnində uşağın tələf olmasına gətirib çıxardır. Hətta gələcəkdə uşaq dünyaya gələndən sonra bu uşaqların ağciyər xəstəlikləri riskli faktor daha çoxdur. Və bu uşaqlarda əqli inkişafın ləngiməsi faktoru daha çoxdur. Və hər il statistik rəqəmlərin artması, həyəcan təbilinin çalınması bizim üçün qorunmağı, antireklamın özü bir reklam olduğunu, qorunmağı düzgün formada, yəni çəkməyək, istifadə etməyək deyil, doğru nümunə olmaqdır. Və bunun mənfi tərəflərini düzgün formada cəmiyyətə, gənclərə çatdırmaqdır və bunun ən yaxşı tərəfi də özümüzün nümunə olmağıdır. Ailələrdə valideynlərin nümunə olmağıdır. Və düzdür, siqaret qutularının üstündə yazılır bu, siqaret çəkmək siz üçün zərərlidir, ölümdür, siqaret ölümdür, 18 yaşdan yuxarı, amma zaten onsuz da tədqiqatlar göstərir ki, bütün siqaret çəkməyə başlayan insanların 70-80% yeniyetməlik dönəmində başlayır. Yəni bu bizim artıq psixoloji baxımdan boşluqlarımızın olmasıdır. Biz orada övladlarımızı yetişdirməliyik ki, onlar inkişaf mərhələlərini və psixoloji baxımdan sağlam olan inkişaf mərhələlərini tam dəqiq tamamlasınlar və gələcək cəmiyyətdə hansısa bir zərərli vərdişdən asılılıq formasında qalmasınlar. Çox sağ olun, doktor. Sualım hər ikinizədir Ramazan, həm sənə, sizə, həm Şahbaba həkim. Sizə bəzi ekspertlər hesab edirlər ki, yeniyetməlik dövründə uşaqda qabarıq, üzə çıxan bir çox xüsusiyyətlər heç də o dövrdə formalaşan xüsusiyyətlər deyil. Bu dövrdə yeniyetmədə müşahidə olunan bir çox xüsusiyyətlərin kökü məhz körpəlik dövründən başlayır. Ramazan, sizdən başlayaq, bax buna münasibətiniz. Ümumiyyətlə, uşaq dünyaya gələn gündən özü sərbəst şəkildə həyata qədəm qoyub, özünü idarə edib və vətənə xidmət etməyə başlayana kimi nəzarətdə olmalıdır. Mən belə düşünürəm. Böyük şəhərlərdə görürsən ki, böyük parklar var, yanında da məktəblər var. Böyük parklarda o gənclərin səyahət çəkməsi, energetik sulardan istifadə etməsi, alkoqollu şəkildə gəzib özünü idarə edə bilməyən halları müşahidə olunur. Və o məktəblərin yol üstə olan həmin məkanlardakı hadisələr təbii ki, o uşaqlara da sirayət edir. Ona görə biz həm də ictimai qınağı, ictimai nəzarəti gücləndirməyi bacarmalıyıq. Biz parklarımızda, yollarımızda, marşrutda, tədbirlərdə uşağın bir vətəndaş kimi yetişməsinə nəzarətli şəkildə kömək etmək bizim borcumuzdur. Bu nəzarət olmalıdır ta ki, məsələn, deyək, 9-cu sinifə kimi. Mən tövsiyə eləyərdim ki, gözəl peşəyə, gözəl səhətə yiyələnmək lazımdır. Bugün tutaq ki, Azərbaycana 100.000 müəllim lazımdırsa, 300.000 müəllim olmağın mənası yoxdur. Sonra deyirlər ki, diplomum var, işim yoxdur. Ancaq gözəl sənətkarı, gözəl ustanı, fərqi yoxdur. İstə qızlarımız, istə oğlanlarımız gözəl sənətə, peşə yiyələnməyə bacarmalıdırlar. 9-cu sinifdən sonra görürsən ki, dərsə getmir, təhsili, orta təhsil tamamlanmış kimi qəbul edirlər. Ancaq ondan sonra nə olur? Bir boşluq yaranır. Ona görə də mən tövsiyə eləyərdim ki, həm o bizim pis vərdişlərdən uzaq olmaq, təkcə özün yox, ətrafa da nümunə olmaq üçün ciddi bir, gözəl bir peşəyə yiyələnsən, həm də burada bizim müvafiqləşdirici tədbirlərdən nəticə çıxararaq öz həyatınızı, eyni zamanda ətrafınızı və cəmiyyəti, vətəni qorumağı bacarırsınız. Çox sağ olun Ramazan müəllim. Doktor, sizin fikirləriniz? Bilirsiniz, insan heç vaxt yeniyetməlikdən və ya gənclikdən inkişaf eləmir. Hər şeyin bir özəyi var. Yəni, insan uşaqlıqdan inkişaf edir. Və Ramiz müəllim bayaq daha doğru vurğuladı. Ana bətnindən uşaq inkişaf edir. Onun ananın hamiləlik dönəmində artıq ana nə hiss yaşayırsa, uşaq yaşayır. Bir ailədə, əgər psixoloji travmalı bir ailədə dünyaya göz açan uşaq gələcəkdə əlbəttə ki, müəyyən
həm psixoloji travmalarla doğulacaq və gələcəkdə cəmiyyətin içində psixoloji axsaqlıqlarla inkişaf eləyəcək. Həm də ki, sağlam psixoloji mühitdə böyüməyən bir uşaq gələcəkdə də cəmiyyət üçün müəyyən bir axsaqlıq yaradacaq. Təbiidir ki, yəni bu təbii şəraitdir. Hər bir meyvə, hər bir canlı yaşadığı mühitə uyğunlaşır. Və o öz ətrafında ən azından o təsir dairəsində, onun da təsir dairəsinə düşəcək uşaqları olacaq. O bir məktəbdədirsə, bir küçədədirsə, fərqi yoxdur. Onun üçün də biz ən birinci növbədə hər bir uşağı sağlam böyütmək üçün birinci növbədə ailələri sağlam eləməliyik. Bizim sağlam ailələrimiz olmalıdır, sağlam analarımız olmalıdır, sağlam atalarımız olmalıdır. Çünki zərərli vərdişi olan və yaxud da ki, Ramiz mən bayaq qeyd elədi, içkili olaraq evə gələn və yaxud da siqaret istifadə edən atanın böyütdüyü övladın da müəyyən qədər qüsuru olacaq. Biz düzdür, bu demək deyil ki, hər siqaret istifadə edən atanın övladı bunu istifadə edəcək. Amma risk faktorudur. Çünki belə deyək də, yeniyetməlikdə insan mənni təsdiq eləmək istəyir. Və o mənni təsdiq eləyəndə müəyyən bir toplum formalaşır. İlk növbədə mənni göstərəcək böyüdüyü, oğlan olduğunu, kişi olduğunu sübut eləmək üçün həm qarşı cinsə, həm də mühitdə, yəni kişiliyi təsdiq edən ilk gözünün qarşısında olan siqaretdən istifadə edəcək. İkinci növbədə siqaretin istifadəsinin psixoloji başqa digər məqamlar var. Məsələn, tutam, deyək ki, insan var, deyək ki, 1-dən 3-ə qədər onun nahar fasiləsidir. Artıq o psixoloji olaraq özünü hazırlayıb ki, siqareti nahara çıxanda çəkəcək və onun üçün siqaret aralığı odur. Psixoloji olaraq insan belədir ki, ona qadağa qoyulan hər şeyə maraqlı olur və o onun daha çox maraq dairəsində olur. Bəzən biz kiçik uşaqlarda görürük, hansısa bir oyuncağı qırma deyəndə, qoru deyəndə onu qırır ki, onun üçün maraqlıdır. Ona görə də biz cəmiyyətimizi, uşaqlarımızı sağlam formada böyütmək üçün birinci növbədə onları kiçik yaşlarından düzgün tərbiyə eləmək, düzgün istiqamətləndirmək, düzgün sağlam psixoloji mühitdə böyütmək lazımdır. Cəmiyyəti sağlam tutmaq üçün onun uşaqlığından, bətindaxili dövründən sağlam bir mühitdə böyütmək lazımdır. Sağlam psixolojisi olmalı ki, gələcəkdə hər kəsə faydalı olsun. Çox sağ olun Nəşim. Verilişimizin sonuna yaxınlaşırıq. Ona görə də sözü Küpsal İnzibati Ərazi Dairəsinin icra nümayəndəsi Kazım Beykəsova vermək istəyirəm. Buyurun Kazım müəllim. Nisbətən belə bir tədbirlərin keçirilməsi təşəbbüskarlığa görə Qullar rayon İcra Hakimiyyətinin başçısı Xanım Mahmudova minnətdarıq və təşəkkür edirik. İkinci növbədə bugünkü gündə gəlib bu tədbirin işıqlandırılması üçün Qafqaz TV-nin rəhbərliyinə və sizə minnətdarıq. Belə tədbirlər keçirilməsi zəruridir, bütün yerlərdə keçirilməsi yaxşı olardı. Çox sağ olun Kazım müəllim. Sağlam can insana verilir ki, onu qoruyasan. Bəzilərimiz isə bizə borc olaraq verilmiş canı qorumaq əvəzinə onu zərərli vərdişlərlə məhv edirik. Unutmayaq ki, insan vücudu yaradanın ona bəxş etdiyi ən dəyərli nemətdir və hər bir kəs ona verilən bu əmanətin hesabatını verəcək. Belə, əziz izləyicilər, Ağsaqqal sözü verilişinin bir sayının da sonuna gəlib çatdıq. Ekran qarşısında əyləşən izləyicilərimiz üçün bir daha xatırladım ki, bugünkü verilişimizi Quba rayon Küpsal İnzibati Ərazi Dairəsinin Küpsal kənd məktəbindən hazırlamışdıq. Qonaqlarımızı bir daha xatırladım. Quba rayon Ağsaqqallar Şurasının üzvü, Azərbaycan Yazıçılar Birliyi, Quba bölməsinin sədri, şair publisist Ramiz Qusarçaylı, Quba rayon Mərkəzi Xəstəxanasının Psixik Sağlamlıq bölməsinin müdiri Şahbaba Vahabzadə və Küpsal İnzibati Ərazi Dairəsinin icra nümayəndəsi Kazım Beykəsov idi. Bugünkü verilişimizin gənclərin zərərli vərdişlərdən qorumağın yollarını həsr etmişdik. Sağ olun, sağlıqla qalın. Növbəti verilişlərimizdə görüşmək ümidi ilə Tanrı sizi qorusun.